Hər kəs salam, arzulayıram ki, yaxşısınız, xoş gəlmisiniz. Gəlin görək aprel ayında bürcləri və bizi dünyanı nələr gözləyir. Demək, mən astroloq Rəşid Hacıyev, bunu bilirsiniz bəlkə də. Aprel ayının ikisinə baxdığımız zaman Tərəzi bürcündə bir dolunay olduğunu görürəm. Bu deməkdir ki, aprel ayının ilk zamanları, yəni ki, martın sonu, aprelin əvvəlləri, aprelin təxminən ilk bir həftəsi, hətta ayın 8-nə qədər olan dönəmi daha çox münasibətləri gündəmə gətirir. Bu aprelin 10-una qədər, 12-sinə qədər də uzana bilər. Bu ərəfələrdə, yəni aprelin təxminən ilk yarısında sevgi münasibətləri bizim əsaslı gündəmimizdir. Ciddi münasibətlərə yönələ bilər, ciddi münasibətlərə doğru addım ata bilər və ya yeni insanlarla tanış ola bilərik. Əgər evliyiksə münasibətimiz gündəmə gələ bilər. Bundan əlavə olaraq ortalıq işlər və ya fərqli cür münasibətləri təcrübə edə bilərik. Yəni ki, aprelin ilk ərəfəsi olduqca eşq, sevgi, ciddi münasibətlərə meyillidir. Hər cür münasibətə, iş münasibətindən sevgi münasibətinə qədər hər şeyə meyillidir. Aprel ayının 9-unda görürəm ki, Mars Qoç bürcünə keçir. Bu həm çox yaxşı bir şeydir, həm də biraz problemli bir şeydir. Belə ki, aprelin 9-u Marsın Qoç bürcündən keçməyi ilə bir yerdə həyat enerjimiz təzədən yüksəlir. Bir dönəmdə ki, Mars Balıqlar bürcündə idi və bu bizə emosional olaraq incidirdi. Daxili dünyamızda qırılmalara, həssaslıqlara, kədərə səbəb verirdi. Lakin Marsın Qoça keçməyi ilə bir yerdə üstümüzdəki o yorğun və kədərli enerjini atıb həyat sevincimizi mənimsəyəcəyik. Həyat enerjimiz yüksələcək, cəsarətimiz, gücümüz, sevincimiz yüksələcək. Marsın Qoça keçməyinin bir dənə problemi tərəfi odur ki, yanğınlara və qəzalara yatqın bir dönəmdir. Buna görə atəşlə oynamamağa və alovla, atəşlə bağlı ya da riskli mövzularla bağlı şeylərə diqqət etməyinizdə fayda var. Buna əlavə olaraq aprelin 15-i isə Merkuri də Qoça keçir və 17-si də Qoç bürcündə yeni ay olur. Getdikcə Qoç bürcünün enerjisini belə deyək, güclənir, vurğulanır. Bunlar bizə göstərir ki, aprel ayı olduqca hərəkətli bir ay olacaq. Həyat enerjimiz çox yüksək olacaq. Həm münasibətlərə, həm özümüzə daha çox yönələcəyik. İçimizdəki sevinç və enerji yüksələcək. Ümumi olaraq aprel ayında isə Veneranın buğada olmağı aprel ayının estetik əməliyyatları olduqca yatqın bir ay olduğunu göstərir. Təxminən aprelin 24-ünə qədər Venera buğada olacağı üçün estetik əməliyyatlar, gözəllik, pul, lüks, zövq kimi mövzular aprel ayının əsaslı gündəmləridir. Aprelin 20-si Günəş buğaya keçir və 24-ü Venera ikizlərə keçir. Aprelin ilk 24 günündə sevgi münasibətləri daha ciddi, sakit və səbirli gedərkən aprelin 24-ündən sonra daha flörtöz bir ab-havaya keçəcəyik. Həm yazın gəlişi, həm havanın isinməsi daha flörtöz bir ab-hava bizi gözləyir. Və son olaraq aprelin 26-sı da Uran Əkizlər bürcünə keçir və enerjilər çox sürətlənir. Uzun sözün qısası aprel ayı çox hərəkətli bir ay olacaq. Çox böyük ehtimal ki, apreli pasiv, sakit bir şəkildə keçirtməyəcəksiniz. Enerjilər yüksəkdir. Həm eşqə, həm özünüzə yönələ bilər, risklər ala bilər, biraz sərt və kobud ola bilərsiniz. Çünki Qoç bürcünün enerjisi çox yüksələcək. Bəs gəlin görək bürcləri aprel ayında nələr gözləyir. Əziz qoçlar və xüsusən də yüksələn bürcü qoç olan insanlar, gəlin görək aprel ayında sizləri nələr gözləyir. Aprel ayında enerjiniz biraz qarışıqdır. Belə ki, aprelin 9-una qədər enerjiniz aşağı, aprelin 9-undan sonrası enerjiniz yüksəkdir. Təxminən ayın 9-una qədər biraz daha duyğusal, emosional, melankolik hiss edə bilərsiniz ki, bu aprelə məxsus bir şey deyil. Bu onsuz da keçən aydan başlayıb. Amma aprel ayının 9-u artıq bir həyat enerjiniz özünə gəlir. Aprel ayında siz çox böyük ehtimalla ki, münasibətlərə yönələcəksiniz. Ya ortalıq iş eləyəcəksiniz, ya ciddi bir münasibətə yönələcəksiniz, ya da ümumiyyətlə ciddi münasibətlər həyatınızın gündəmi olacaq. Bu mövzularla bağlı bir tamamlanmalar baş verə bilər. Sadəcə ciddi olmalı deyil, ümumiyyətlə münasibətlər, sevgi münasibətləri, iş münasibətləri kimi mövzular aprel ayının, martın sonları və aprelin ilk 15 gününün sizin üçün əsas gündəmidir. Aprelin 9-undan sonra həyat sevinciniz yüksələcək kimi biraz mübarizələriniz də yüksələ bilər. Enerjiniz çox yüksələcək, sözünüzü üzə net bir şəkildə deyəcək. O Qoç bürcü enerjinizi ortaya çıxardacaqsa, sizin planetiniz sizin bürcünüzə keçir. Ona görə də ortalıq atəş yeridir. Həyat sevinciniz, gücünüz, enerjiniz, hər şeyiniz yüksəlir. Aprelin 15-də isə Merkuri də birinci evinizə keçir. Aprelin 15-dən sonra sizə biraz qaçı-qaçdı. Oradan bura, buradan ora 40 dənə şey fikirləşmək, 40 dənə şey eləmək kimi çox aktiv bir dönəmə girəcəyinizi demək mümkündür. Aprelin 17-si birinci evinizdə bir yeni ay olacaq. Bu da ciddi münasibətlərdən əlavə özünüzə də yönəlməyinizə, özünüzü fikirləşməyinizə, öz görünüşünüz, öz tərziniz, öz həyatınızla bağlı yeni bir başlanğıca başlaya biləcəyinizi bizə göstərir. Bundan əlavə olaraq biraz daha emosional, amma güclü olacaqsınız və həyatınızla bağlı aprel ayında önəmli bir qərar da verə bilərsiniz. Aprelin 20-si Günəş sizin belə deyək, bürcünüzdən çıxır. Bir dönəmdə sizin bürcünüzdə idi. Zaten aprel ayı sizin işıldadığınız, parıldadığınız bir aydır.
xüsusən də 9-undan 20-sinə qədər olan ərəfə daha da çox işıldadığımız ərəfədir. Lakin artıq 20-si Günəş buğaya keçməklə bir yerdə sizin əsaslı fokusunuz maddi məsələlər, maddi və mənəvi güvəninizdir. Aprel ayının 24-ü Venera 3-cü evinizə keçir və bütün aprel boyu Venera 2-ci evinizdə olur. O deməkdir ki, bütün aprel boyu bolluq və bərəkətiniz yüksək olacaq. Düz aprelin 24-ünə qədər sizə böyük bir bolluq və bərəkət gözlənilir, pul gözlənilir, maddi rifah gözlənilir. Ehtimal ki, aprel ayında maddi durumunuzla bağlı çox ciddi bir yüksəliş olacaq ya da gözlədiyiniz pullar gələcək. Xüsusən də dediklərim yüksələn bürcü Qoç olanlara daha da ekstra aiddir. Və aprelin 24-ü Veneranın 3-cü evinizə keçməklə bir yerdə aprelin 24-ündən sonra ünsiyyət, sosial əlaqələr, yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanlardan dəstəklər görmək və özünü inkişaf elətdirmək, yeni şeylər öyrənmək kimi mövzularda gündəm olacaq. Bəs gəlin görək, sırf öz bürcü Qoç olanlar sizi sırf aprel ayında nələr gözləyir? Sırf öz bürcü Qoç olanlar aprel ayında böyük bir şəfalanma və sağalma yaşayacaqsınız. Kədəri və üzüntünü geridə qoyacaqsınız. Sizi incitmiş, sizi üzmüş, yormuş ya da çökməyinizə səbəb olmuş şey nə idisə, onları geridə qoyub işıqlı və gözəl bir dönəmə keçəcəksiniz. Uzun müddətli planlar quracaqsınız və həyatınızda, ruhunuzda, bədəninizdə dərin bir şəfalanmanı və dərin bir sağalmanı təcrübə edəcəksiniz. Sizin üçün ümid dolu bir aprel ayı gəlir. Zaten sizin vaxtınızda ad gününüzdə təbrik edirəm əziz qoçlar. Ən yüksək xeyrinizə xidmət eləsin. Əziz buğalar və xüsusən də yüksələn bürcü buğa olanlar, gəlin görək aprel ayını sizi nələr gözləyir. Əziz buğalar, aprel ayı sizin üçün möhtəşəm bir aydır, çünki Venera sizin ilə öz bürcünüz olan buğa bürcündədir. Aprel ayında bolluq, bərəkət, şans, zənginlik, sevgi, eşq kimi enerjilər çox yüksəkdir. Aprel ayı sizin üçün çox gözəl bir aydır. Təbii ki, sizə demirəm ki, %100 hər şey qüsursuzdur, amma deyə biləcəyim şey odur ki, aprel ayında eşq həyatınız canlanır, sevgiləri yaşaya bilərsiniz, həyatın keyfini çıxarda bilərsiniz, estetik mövzulara yönələ bilərsiniz, daha çox qəşəngləşə bilərsiniz, insanların daha çox diqqət mərkəzində ola bilərsiniz və belə par-par parıldadığınız, qəşəng görsənliyiniz, həyatdan zövq aldığınız, bərəkətin də eşqin də yüksəldiyi bir ayda aprel ayı sizin üçün, xüsusən də ayın 24-ünə qədər. Aprel ayında Veneranın güclü pozisiyası sizin həyatınıza da güc və şans da gətirir. Aprel ayının 2-6-cı evinizdə baş verəcək dolunay sağlamlıq, iş həyatı, ev heyvanları kimi mövzulardan biri ya da bir neçəsini gündəmə gətirə bilər və bu mövzularla bağlı bir tamamlanmalar aprelin ilk yarısında yaşana bilər. Aprelin 9-undan sonrası Mars 12-ci evinizə keçir. Bu biraz mübarizə verməyinizə səbəb olacaq. Əsasən şuuraltı, psixoloji, ruhani mövzularla bağlı mübarizələr verə bilərsiniz. Aprelin 9-undan sonra özünüzü energetik olaraq yaxşıcana qorumaya almalısınız. Bunu YouTube-da tapa bilərsiniz. Mənim videolarımda var ki, özünü necə qorumaq lazımdır. Çünki gözəl nəzərə biraz daha yatqın olduğunuz bir dönəm olacaq. Amma aprel ayı xüsusən də 24-ünə qədər olan ərəfəsi dualarınızın çox sürətli qəbul ola biləcəyi bir vaxtdır. Amma vaxtından tez ya da vaxtından gec də qəbul ola bilər dualar, amma yenə də duaların eşidilə biləcəyi ekstra xüsusi bir vaxtı sizin üçün. Bundan əlavə olaraq aprel ayının 9-undan sonra gizli düşmənliklərə qarşı diqqətli olun, biraz ehtiyatlı yanaşsanız fayda var. Aprel ayının 15-də isə Merkur 12-ci evinizə keçir. Yuxulardan xəbərdar ala bilər, mənəvi, ruhani mövzulara daha çox yönələ bilərsiniz. Xüsusən də aprelin 17-si 12-ci evinizdə baş verəcək, belə deyək, yeni ay daha da sizin mənəvi və ruhani mövzulara yönəlməyinizə, enerji mövzularına yönəlməyinizə və şuuraltınızla bağlı şəfalanmalar, ruhani yuxular, enerjilər, təbii daşlar, şamlar, belə mövzularla bağlı nələrinsə gündəmə gəlməyə və sizin rituallara, enerjiyə, şəfaya daha meyilli olacağınız və daxilinizdə bastırdığınız qaranlıqla üzləşəcəyiniz və bir şəfalanma dönəminə girəcəyiniz ayda. Aprel ayında biraz duygusal və həssas olacaqsınız çox böyük ehtimalla. Aprelin 20-si isə birinci evinizə günəş keçir, par-par parıldayırsınız və işıldayırsınız, ön plandasınız, günəş kimisiniz. İnsanların daha çox diqqətini çəkirsiniz, daha çox uğurlu, daha çox güclüsüz. Yəni ailə, ev, yuva mövzuları da gündəmə gəlir. Aprelin 24-ü Venera 2-ci evinizə keçir. Aprelin 24-ündən sonra ekstra bərəkətli bir dönəmə girirsiniz. Ümumiyyətlə aprel ayı sizin üçün çox bərəkətlidir, amma 24-ündən sonra ekstra bolluq və bərəkət enerjisi sizdən bir yerdə olacaq. Maddi və mənəvi dəyərlərinizdən yana şanslısınız. 26-sından sonrası Uran 2-ci evinizə keçir. Ümumiyyətlə bu uzun müddətli maddi mövzularla bağlı dəyişimində yüngül bir xəbərçisidir, amma bu direkt apreldə olmur. Ən yüksək xeyrinizə xidmət eləsin. İndi gəlin görək sırf öz bürcü buğa olanlar sizi aprel ayında nələr gözləyir. Öz bürcü buğa olanlar aprel ayında həyatınızdakı önəmli və ya güclü bir kişi fiquru gündəmə gələ bilər. Bu ata, bəziləri üçün bəlkə həyat yoldaşı, iş yoldaşı, dost və ya müdür
kim ola bilər? Bu Şirqoç ya da Oxatan bürcü ola bilər, ya da avtoritet güclü sözünü deyən biri ola bilər. Bu bürclərdən biri olmasa belə və bu insanın gündəmə gəlməyi əsaslı gözlənilən hadisələrdən biridir. İş həyatının əsaslı olaraq gündəmdə olacağını, maddi mövzularla bağlı irəliləmələr yaşana biləcəyini, pul, maddi mövzular, kollektiv işlərin ön planda olacağını göstərir. Amma sırf özbürcü buğu olanlar zaman-zaman həm çox bərəkətli ola biləcəyiniz kimi, zaman-zaman nəyəsə və ya kiməsə və ya bir şeylərə ehtiyac da duya bilərsiniz. İçinizdəki o ehtiyac duyan tərəfi şəfalandırmağınız hər zaman daha çox məsləhət görüləndir. Kainata güvənməyiniz və axışda olmağınız daha da gözəl olar. Yəni ki, uzun sözün qısası sizin üçün də güclü bir dönəmdir. Sadəcə içinizdəki o ehtiyac duyan tərəfi şəfalandırsanız yaxşı olar. Əziz buğalar, ən yüksək xeyrinizə xidmət eləsin. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər buğalarla da bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz əkizlər və xüsusən yüksələn bürcü əkizlər olanlar, gəlin görək sizi aprel ayında nələr gözləyir. Əziz əkizlər bürcləri, aprel ayına baxanda sizin Veneranın sizin 12-ci evinizdə transit elədiyini görürəm. Aprel ayı sizin üçün ruhani və mənəvi bir aydır. Aprel ayında belə ki, enerjiniz ən pik nöqtədə də deyə bilmərəm, amma daha çox ruhani, mənəvi mövzulara yönələcək bir enerjiniz var. Dualarınız çox sürətlə qəbul ola bilər. Sevgi həyatı ilə bağlı biraz xəyal qırıqlığı, üzüntülü ya da problemli insanları həyatına çəkmək kimi şeylər ola bilər. Aprel ayının ikisi 5-ci evinizdə olacaq yeni ay eşq həyatınızı çox gündəmə gətirir. Martın sonu, aprelin ilk yarısı eşq, sevgi həyatınız bol-bol gündəmdədir. Daha çox sevgiyə yönələ bilər, flörtləşə bilər ya da evlisinizsə ailəniz, uşaqlarınızla ya da hobilərinizlə zaman keçirdə bilərsiniz. Aprel ayının 9-usa Marsın sizin 11-ci evinizə keçdiyini görürəm. Bu deməkdir ki, aprelin 9-undan sonra dostluqlarınızla bağlı biraz mübarizələr, biraz gərginliklər, biraz çətinliklər ola bilər. Ümidlərinizə, arzularınıza, xəyallarınıza böyük bir enerji və motivasiya ilə gedə bilərsiniz. Gücünüzü və enerjinizi ortaya qoyacaqsınız. Ayın 15-i isə Merkur sizin 11-ci evinizə keçir. Yenə ümidləriniz, arzularınız, xəyallarınız, hədəfləriniz və dostluqlarınız aprel ayının sizin üçün əsaslı gündəmləridir və sosial bir dönəmə girirsiniz. Aprelin 15-dən sonra yerinizdə dayanmayacaqsınız. Aprelin 17-sində isə 11-ci evinizdə baş verəcək olan yeni ay ümidləriniz, arzularınız, xəyallarınızla bağlı yeni bir başlanğıca başlamağınıza səbəb verə bilər. Yeni hədəflər özünüzə qoya bilərsiniz ya da həyatınıza yeni və ya önəmli dostluqlar girə bilər. Aprelin 20-sində isə Günəşin 12-ci evinizə keçməyi ruhani enerjinizin daha da qabaracağına, kişilərlə bağlı biraz problemli dönəmə keçəcəyinizi, şuuraltınızdakı qaranlıq qalan məqamların ön plana çıxacağını göstərir. Aprelin 24-dən sonra çox şanslı bir dönəmə keçirsiniz. Şansın, sevginin, bolluğun, bərəkətin planeti olan və gözəlliyin, cazibənin planeti olan Venera sizin birinci evinizə, öz bürcünüzə keçir. Bu da həyatınızla bağlı daha prime, daha ön planda olduğunuz, işıldadığınız, parıldadığınız bir dönəmə girəcəyinizi, estetik əməliyyatlardan yana daha şanslı olacağınızı ehtimal ki və bərəkətinizin, sevgi enerjinizin yüksələcəyini bizə göstərir. Ondan sonra da 26-sı da Uran birinci evinizə keçir və ümumiyyətlə apreldən sonraki ərəfədə də həyatınızda bol-bol dəyişim küləkləri əsə bilər. Sırf öz bürcü əkizlər olanlar, bəs gəlin görək sizləri nələr gözləyir. Sırf öz bürcü əkizlər olanlar qadınlardan yana bəzi xəyal qırıqlıqlar təcrübə edə bilərsiniz aprel ayında. Bu qadınlar qadın və ya qadınlar sözünü deyən, güclü, nə istədiyini bilən, özündən əmin, cəsarətli qadınlardır. Bu qadınlarla bağlı bəzi şeylərin gözlədiyiniz kimi olmadığını başa düşə bilər, xəyal qırıqlıqları yaşaya bilər və fikirləriniz dəyişə bilər. Bu sizin iş yoldaşınız ola bilər, bəzilərinin sevgilisi, bəzilərinin dostu, bəzilərinin bəlkə valideyni. Lakin bu qadın kimdirsə, onunla bir yerdə gözünüzün açılmağı və xəyal qırıqlıqları əslində sizi şəfalandıracaq və sizi nə doğrudur, nə yanlışdır bunu göstərəcək. Yəni ki, dost kimi görsənən birinin və ya yaxın kimi görsənən birinin əslində o olmadığını anlaya bilərsiniz. Bununla yanaşı deyə biləcəyim şey yoxdur. Bu da belə bir transformasiyadır. Dönəm-dönəm belə transformasiyalar olur. Narahat olmayın. Ən yüksək xeyrinizə xidmət eləsin. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı unutmayın. Ən yüksək xeyrinizə xidmət eləsin. Əziz xərçənglər və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görək aprel ayında sizi nələr gözləyir. Əziz xərçəng bürcüləri, aprel ayında Venera 11-ci evinizdədir. Ümidləriniz, arzularınız, hədəfləriniz və xəyallarınızla bağlı qapılar açıqdır. Ayın 24-nə qədər olan ərəfədə şans sizdən yanadır. Çox böyük şanslar təcrübə edə bilərsiniz aprel ayında. Həyatınıza yeni dostluqlar girə bilər, sosiallaşa bilərsiniz. Bəlkə də bəzi xəyallarınız, arzularınız gerçəkləşə bilər. Sizin üçün çox şanslı, çox gözəl, çox dəstəkləyici, möhtəşəm enerjilərin olduğu bir aydır aprel ayı. Bundan əlavə olaraq aprel ayının ikisində 4-cü evinizdə baş verəcək olan dolunay martın sonu, aprelin əvvəli yer dəyişikliyinə səbəb verə bilər. Mart ayının sonları və ya aprel ayının əvvəllərində köçə bilərsiniz, yer dəyişə bilərsiniz və ya həyatınızla bağlı, yaşadığınız yerlə bağlı dəyişim küləkləri əsə bilər. Bundan əlavə olaraq ev, ailə, yuva kimi mövzular da gündəmə gələ bilər və bu mövzularda bəzi tamamlanmalar
yollanmalar ola bilər. Aprelin 9-sa Marsın 10-cu evinizə keçməyə karyera mövzularının əsaslı fokusunuz olacağı və karyera ilə bağlı müəyyən qədər mübarizə də verə biləcəyinizi göstərir. Öz enerjinizi və gücünüzü karyera mövzularına yönləndirəcəksiniz, lakin karyera ilə bağlı azdan çoxdan bir mübarizədə verməyiniz gözlənilir, xüsusən də yüksələn xərçənglərdə. Aprelin 15-i Merkurinin 10-cu evinizə keçməyi karyera, iş həyatında beyninizin çox yaxşı işləməyinə, 17-si isə 10-cu evinizdə baş verici olan yeni ay iş həyatınız, karyeranızla bağlı çox böyük bir yeni başlanğıca səbəb verə bilər. Həyatınızda iş həyatının çox gündəmə gələcəyi aprel ayı karyera, iş, hədəflər kimi mövzular ya da sosial mühitdəki statusunuz, özünüzü göstərmə tərzinizlə bağlı böyük dəyişimlərə səbəb verə bilər. Aprelin ilk zaten 20 günü Günəş də sizin 10-cu evinizdə deyə yenə direkt iş həyatını gündəmə gətirir. 20-sindən sonra Günəşin 11-ci evə keçməyi xəyallarınızı, ümidlərinizi və dostluqlarınızı gündəmə gətirir. Aprelin 24-dən sonra biraz qarışıq bir ərəfədir. Belə ki, bu dövrdə sevgi həyatı ilə və ya pulla bağlı biraz xəyal qırıqlıqları, biraz üzüntülər, biraz çətinliklər, biraz zorluqlar ola bilər. Amma dünyanın sonu olacaq dərəcədə belə problemli və ya pis deyil. Sadəcə köhnə sevgilərə yönəlməməkdə və karmik münasibətləri həyatınıza çəkdiyiniz, xəyal qırıqlığına biraz daha meyilli olduğunuz bir dövrdə olduğunu deyə bilərəm sevgi həyatı ilə bağlı. Aprelin 26-sında isə Uran 12-ci evinizə keçir. Böyük mənəvi dönüşümünüz aprelin sonlarından başlayır və bir neçə il davam edəcək. Belə ki, əziz xərçənglər, pis deyil, bomba da deyil, amma pis də deyil. İşinizə, gücünüzə yönələcəyiniz bir ay kimi gözlənilir. Sırf özbürcü xərçəng olanlar, gəlin görək sizi apreldə nələr gözləyir. Sırf özbürcü xərçəng olanlar böyük ümidlər, arzular və böyük qapılar sizin üçün açıla bilər. Aprel ayında çox böyük bir şansla qarşılaşa bilərsiniz. Həyatınız üçün çox böyük bir fürsət, çox böyük bir şans, çox böyük bir uğur gəlib özünü göstərə bilər. Aprel ayında zaman-zaman biraz tək, biraz yalnız hiss edə bilərsiniz, amma daxili bilgəliyiniz ön plana çıxa bilər. Nə vaxt ki, kədərli, üzüntülü və ya qəlbi qırıq hiss edəcəksiniz, Yaradanın sizə əl uzadacaq və sizə kömək eləməyə hazır olacaq. Tək mövzu sizin baxış bucağınızı dəyişməyiniz və Yaradana fokuslana bilməyiniz, Yaradan sizə uzatdığı əli görə bilməyinizdir. Lakin aprel ayında böyük fürsətlər və şanslar, böyük bilgəlik, zaman-zaman bəlkə bəzi depressiv hisslər və daxili bilgəliyin qabarması sırf özbürcü xərçəng olanlarda gözlənilir. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət edər. Videomu bəyəndisə, bəyənməyi, komment yazmağı unutmayın. Ən yüksək xeyrinizə xidmət edəsin, sevgi və işıqla qalın. Əziz şişirlər və xüsusən yüksələn burcu şişir olanlar, gəlin görə aprel ayında sizin nələr gözləyir. Əziz şişir burcuları, aprel ayına baxdığınız zaman Veneranın sizin 10-cu evinizdə olduğunu və karyeradan yana çox şanslı bir dönəmdə olduğunuzu görürəm. Həm sizin idarə edən planet olan Günəşin güclü pozisiyası, həm Veneranın 10-cu evdə olmağı aprel ayını sizin üçün çox şanslı və gözəl edir. Aprel ayında karyera həyatınızla bağlı yüksəliş, uğur yaşaya bilər, cəmiyyət içində çox daha qəşəng görsənə bilər və ümumiyyətlə belə qeyri-adi çəkici, cəzb edici bir ab-havaya girə bilərsiniz. Bununla yanaşı olaraq əsaslı fokusunuz həm də xaric, yeni yerlərə getmək, yeni yerlərə gəzmək və yenə də karyera, iş həyatı uğurları kimi mövzular ola bilər. Aprel ayı sizin üçün çox şıltılı, çox gözəl enerjiləri özlərində daşıyır. Bunu rahatlıqla demək mümkündür. Genel olaraq çox şanslısınız. Aprel ayındasa belə ki, ayın 2-si 3-cü evinizdə olacaq olan dolunay aprelin ilk günlərində və ya ilk yarısında yeni şeylər öyrənmək, yeni biliklərdə özünü inkişaf elətdirmək və ya yaxın çevrə, qohum-əqrəba, qonşu, qardaş, bacı kimi mövzularla bağlı nələrsə tamamlamağa səbəb verir. Aprelin 9-dan Marsın 9-cu evinizə keçməyi sizin həyatınızla əlaqədar xaricə getmək, yeni yerlər gəzmək, görmək, təhsil həyatı, akademik mövzular, yəni din, təhsil, səyahət, fəlsəfə, mənəviyyat kimi mövzulara yönəlməyinizə, aprelin 9-dan sonra bu mövzulara yönəlməyinizə və bəlkə də bu mövzularda biraz mübarizə də verməyinizə səbəb ola bilər. Yol kimi mövzularda biraz ehtiyatlı olun, qəzalara nisbətən meyillidir. Amma demirəm pis bir şey olar, sadəcə bir damcı meyillilik var, ehtiyatlı olsanız yaxşı olar. Aprel ayının 15-i isə Merkuri də 9-cu evinizə keçir. Yəni ya xaricə gedirsiniz, ya özünüzü inkişaf elətdirəcəksiniz, ya mənəvi ruhani gelişəcəksiniz, ya da akademik mövzular çox gündəmdədir. Yəni çox net bir senaryodur. Zaten aprelin 17-si də 9-cu evinizdə yeni ay olur. Bu da din, təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı yeni başlanğıcı gətirir. Yəni ya həyat fəlsəfəniz dəyişəcək, ya yeni yerlər görürsüz, ya mənəvi ruhani böyüyürsüz. Amma gözəldir, şanslıdır. Aprel ayının 20-sində isə 10-cu evinizə keçən Günəş karyera həyatını birinci fokusunuza çevirəcək. Bundan yanaşı aprelin 24-ü Veneranın 11-ci evinizə keçməyi sizin həyatınızda böyük hədəfləriniz, arzularınız, xəyallarınıza gedən yolu şans və gözəl enerjilərlə qutsuyur. Dostluqlardan yana şans gətirir. Dostluq həyatınızda bəlkə eşqində qapısı açılır. Bundan yanaşı da belə gözəl, şanslı, uğurlu, hədəflərinizə gedən, sosial olduğunuz gözəl bir dönəmə girirsiniz, əziz şirlər. Bundan yanaşı sırf özbürcü şir olanlar, gəlin görək sizi nələr gözləyir. Aprel ayı sizin üçün möhtəşəmdir. Həyatınızda yeni bir eşq doğula bilər. Evlisinizsə bəlkə uşaq xəbəri gələ bilər. Ya da sadəcə evliliyinizdə
işinizdə, eşq həyatınızda, sevgi həyatınızda gözəllik arta bilər. Yəni evlənmək, xoşbəxtlik, eşq yaşama, sevgi içində olma ya da bir xəyalın, arzunun gerçəkləşməyi kimi mövzular aprel ayının əsaslı məqamlarıdır. Bununla yanaşı aprel ayı sizin karyera həyatınızdan yana ya da ümumiyyətlə pul həyatınızdan yana çox uğurludur. Aprel ayı sizin üçün bolluq və bərəkətlə gəlir, sırf öz bürcü şir olanlar və həyatınızda bəlkə də bir dənə qadın gündəmə gələcək. Bu qadın iş yerindən bir qadın ya da sakit, ağırbaşlı bir qadın olacaq və ya buğa, oğlaq, qız bürcü bir qadın olacaq və həyatınıza işıq tuta bilər. Aprel ayı bərəkətli və sevgi dolu, möhtəşəm, özünüzü güvənli hiss edədiyiniz, rahat və güclü potensialı özlərində daşıyır demək olar ki, ən yüksək xeyrinizə xidmət eləsin. Şirlər videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər şir bürclərindən bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz qızlar və xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək aprel ayında sizi nələr gözləyir əziz qız bürcləri. Aprel ayında belə ki, Venera əsaslı olaraq 9-cu evinizdədir. Xaricə getmək, gəzmək, yeni yerlər görmək, səyahət etmək aprel ayının əsaslı gündəmidir. Aprel ayında xaricdə ola bilərsiniz, yeni yerləri səyahət edə bilər, görə bilər, dini, mənəvi, ruhani olaraq özünüzü inkişaf etdirə bilərsiniz və ya xaricə getməsəz, dini, mənəvi mövzulara yönəlməsəz belə, həyatınızda ümumiyyətlə akademik mövzularda ya da həyat fəlsəfəniz kimi mövzularda şanslı və gözəl enerjilərlə əhatə olunmusunuz. Aprel ayı əsasən maddi mövzular gündəmə gətirir. Martın sonu, aprelin əvvəlləri həyatınızda maddi mövzular gündəmə gələ bilər və pulla, maddiyyatla bağlı yeni gözəl başlanğıclar, gözəl enerjilər, şanslı və dəstəkləyici enerjilər özünü göstərə bilər. Gözlədiyiniz pul gələ bilər ya da pulla bağlı qapılar açıla bilər və ya xəritənizdə sərt təsirlər varsa pul gedə də bilər. Aprel ayının 9-unda San Marsın 8-ci evə keçməyi biraz sərt bir dönəmə girdiyinizi göstərir. Aprelin 9-undan etibarən həyatınızda öz travmalarınızla bağlı savaşacağınız, mübarizə verəcəyiniz bir dönəmdir. Borc kreditə çox diqqət etməlisiniz. Aprelin 9-undan sonra borc, kredit kimi mövzulardan yana yaxşı bir dönəm deyil. Risklərə girməməlisiniz. Seksual mövzular çox gündəmə gələ bilər, cinsəllik mövzuları gündəmə gələ bilər. Bundan yanaşı əziz qız bürcləri aprelin 9-undan sonra biraz ehtiyatlı, biraz diqqətli olun. Yüngül təhlükəli bir dönəmdir, amma dəhşət deyil, amma biraz diqqətli olsanız yaxşı olar. Təxminən may ayına qədər, mayın 18-dən qədər çox böyük risklərə getməyin, çünki biraz takıntılı, ruhani enerjinizin gücləndiyi, belə biraz daha vəhşi bir dönəmdir də, necə deyək. Amma yəni siz bu enerjini işinizə, gücünüzə, pulunuza yönləndirsəz yaxşı olar. Əks təqdirdə isə mübarizə, travma və ya cinsəlliklə bağlı mübarizələr və ya borc kreditlə çətinlik çəkmədə verə bilər. Aprel ayının 17-si də görürük ki, 8-ci evinizdə bir yeni ay var. Aprel ayı sizin üçün çox ruhanidir, rituallarınız çox sürətlə işləyir. Enerji, mənəviyyat kimi mövzular olduqca gündəminizdir. Spiritual çalışmalarınızın çox güclü və sürətli nəticə verdiyini görə bilərsiniz. Lakin dediyim kimi, biraz travmatik və sərt enerjilər də aprel ayı özlərində daşıyır. Və aprelin 17-si borc, kreditlə bağlı ya da həyat yoldaşının maddi durumu ya da başqa yerdən gələn pullarla bağlı mövzular da gündəmə gələ bilər. Risklərə girməyin. Aprelin 20-sində isə Günəş 9-cu evinizə keçir. Bu, yenə xaricə getmək, gəzmək kimi mövzulardan yana şans gətirir. Bundan əlavə, aprel ayının əsaslı gündəmi sizin üçün ciddi münasibət, sevgi və başqa yerdən gələn pullar və ya cinsəllikdir. Aprelin 24-də isə Veneranın 10-cu evinizə keçməyinə verir də karyeranızdan yana olduqca şanslı, gözəl və dəstəkləyici bir dönəmə girirsiniz. Karyeradan yana çox böyük dəstəklərin və şansların özünü göstərəcəyini deməyimiz mümkündür. Əziz qız bürcləri, aprel ayı həm pozitivi ilə, həm negativi ilə güclü bir ay olacağı oxşuyur sizin üçün. Bundan əlavə, əziz qız bürcləri, sırf öz bürcü qız olanlar sizin üçün aprel ayı daha dəstəkləyicidir. Belə ki, özünüzlə, xəyallarınızla, arzularınızla bağlı çox böyük bir yeni başlanğıca başlaya bilərsiniz. Mənəvi, ruhani enerjiniz güclənir. Amma ya siz özünüz nəsə bir yalanlar danışa bilər, ya da oyunlar oynaya bilərsiniz, ya da sizə yalanlar danışıla bilər, oyunlar oynanıla bilər. Bu hansısa bir kişi ilə əlaqədardır. Hətta bu kişi ola bilər yaşca böyük bir kişidir, amma tam əmin deyiləm. Lakin ona baxmayaraq güc və enerji sizdən bir yerdədir. Və bu da sizin həyatınızda gözəl, güclü yeni başlanğıclara, uğurlar qazanmanıza və ya öz gücünüzü gerçəkləşdirməyinizə səbəb verə bilər. Əziz qız bürcləri, videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər qız bürclərindən bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən də yüksələn bürcü tərəzi olanlar, gəlin görək tərəzi bürclərini aprel ayında nələr gözləyir. Əziz tərəzi bürcləri, aprel ayında genel olaraq Venera 8-ci evinizdədir. Bu deməkdir ki, aprel ayının 24-nə qədər olan ərəfədə başqa yerdən gələn pullar, ortalıq işdən gələn qazanclar, həyat yoldaşının maddi durumu və ya borc kredit kimi mövzulardan yana olduqca şanslısınız. Bu mövzulardan bağlı dəstəkləyici və şanslı enerjilər sizdən yanadır. Bununla yanaşı seksual enerjiniz çox yüksəkdir, lakin ciddi münasibətlər ya da sevgi həyatında gərginliklərə nisbətən meyillisiniz. Daha çox ehtiras enerjisinin yüksək olduğu, amma biraz da travmatik enerjilərin yüksək olduğu, dəyişimlər yaşaya biləcəyiniz, emosiyalarınızı uclarda yaşaya biləcəyiniz güclü bir aydır sizin üçün. Lakin Venera istər-istəməz Boğa bürcündə, yəni güclü pozisiyada olacaq deyə sizin üçün xeyirlidir. Aprel ayında
bundan əlavə olaraq ilk ərəfəsində sizin öz bürcünüzdə bir nur topu kimi bir dolunayımız var. Bu deməkdir ki, aprel ayının martın sonu və aprel ayının əvvəlləri özünüzlə, görünüşünüzlə bağlı dəyişim yaşaya bilərsiniz. Həyatınızla bağlı nələrsə dəyişə bilər ya da önəmli qərarlar verə bilər və ya uzun müddətdə tamamlamaq istədiyiniz bir şeyləri tamamlaya bilərsiniz. Əziz tərəzi bürcləri. Bundan yanaşı əziz tərəzilər, aprelin 9-u Marsın 7-ci evinizə keçməyi ilə bir yerdə əsas fokusunuz ciddi münasibət, evlilik və ya ortaq işlər olacaq. Həyatınız ciddi münasibətlərə daha çox fokuslanacaq, lakin ciddi münasibət və ya evlilik kimi mövzularda müəyyən qədər gərginliklər, mübarizələr və ya zorluqlar da özünü göstərə bilər. Aprel ayının 15-i və 17-si də 7-ci evinizin vurğulanması bizə göstərir ki, aprelin 15-i flört həyatınız canlana bilər ya da ümumiyyətlə münasibətiniz varsa ünsiyyət dialoqları ön plana çıxa bilər və subay olan tərəzilər aprelin 17-si yeni bir ilişkiyə, yeni bir münasibətə başlaya bilər. Düz 17-si yox, amma o ərəfələrdə də, yəni aprel ayında və aprel ayı ərəfəsi sizin üçün hər cür ciddi münasibət, ortaq iş və hər cür münasibətdən yana ön plana çıxardan və yeni başlanğıcları başlada biləcəyi enerjidir. Bəzənsə bəlkə problemli bir şey bitirə də bilər. Aprelin 20-si də 8-ci evinizdə olacaq olan Günəş, 8-ci evinizdə keçəcək olan Günəş sizin həyatınızdakı transformasiya və dəyişim küləklərini daha da gücləndirəcək. Aprelin 24-ündən sonra Venera sizin 9-cu evinizə keçir və bu deməkdir ki, aprelin 24-ündən sonra mayın daha doğrusu əvvəllərinə qədər olan ərəfə sizin xaricə getmək, yeni yerlər görmək, gəzmək kimi mövzularınızı gündəmə gətirə bilər. Bunlar olmasa belə təhsil həyatında uğurlar qazanmaq və ya mənəvi, dini, ruhani mövzularda inkişaf eləmək, yəni din, təhsil, səyahət, fəlsəfə kimi mövzulardan biri ya da bir neçəsindən yana şansla qarşılaşacağınızı və şanslı enerjinin sizinlə birlikdə olacağını, həyat fəlsəfənizin daha yumşalacağını bizə göstərir. Bu tərəzi bürclərini gözləyənlərdir. Bundan əlavə olaraq, daha doğrusu yüksələn tərəziləri ən çox gözləyənlər idi, amma sırf öz bürcü tərəzi olanlar, sizin üçün demək istədiyim bəzi sözlərim var. Sırf öz bürcü tərəzi olanlar aprel ayında belə ki, siz qorxularınızla üzləşib bunlarda böyük bir şəfalanma edə bilərsiniz. Əsasən bu atavız ya da kişilər ya da avtoritet fiqur ya da müdür ya da həyatınızdakı güclü kişi obrazları ilə əlaqədar ola bilər. İş həyatı əgər işləyirsinizsə çox gündəmdədir. İş həyatı və ya ailə böyükləri əsaslı gündəminiz ola bilər. Öz qorxularınızla üzləşməyiniz sizə dərin şəfalar gətirə biləcək kimi biraz qorxu və panika da gətirə bilər. Amma bilirəm ki, siz uğurla tamamlayacaqsınız aprel ayını, çünki çox güclü enerjilər sizdən yanadır. Yəni qorxularınızla üzləşmək sizi qorxutmasın, çünki siz buradan şəfalanmış və güclü bir şəkildə çıxa bilər və öz daxili gücünüzü tapa bilərsiniz. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləyər öyrəndiklərinizi. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və ya digər tərəzi bürclərinə bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək aprel ayını sizi nələr gözləyir əziz əqrəblər. Aprel ayı sizin üçün iddialı, güclü enerjiləri özünə daşıyan bir aydır. Belə ki, aprel ayının ilk 24-ünə qədər, yəni aprelin 24-ünə qədər olan ərəfə sizin həyatınızda ciddi münasibət, evlilik və ya ortaq işlər kimi mövzuları gündəmə gətirə bilər. Bir çox əqrəb bürcü, subay əqrəb bürcülərin həyatına biri girə bilər ya da həyatlarında sevgi, eşq, evlilik ya da ciddi münasibət və ya ortaq işlərlə bağlı mövzular çox ciddi bir şəkildə gündəmə gələ bilər. Bununla yanaşı sevgiyə fokusunuz olduqca yüksəkdir aprel ayında əziz əqrəb bürcüləri, ilk 24-ündə xüsusən. Aprel ayının ikisinəsə baxanda ümumiyyətlə sizin belə deyək, aprel ayı sizin üçün maraqlıdır, çünki birincisi aprelin ilk 9-una qədər olan ərəfə bir kənara, amma aprelin 9-undan sonra çox daha güclü bir enerjiyə keçəcəksiniz. Çünki Mars Qoç bürcünə keçəcək və Mars sizi idarə edir. Ona görə də avtomatik olaraq siz də güclənəcəksiniz və həyat enerjiniz çox yüksələcək. İçinizdəki həyat sevincinin aprelin 9-undan sonra çox yüksəldiyini görə bilərsiniz. Amma aprelin 9-una qədər eyni şey deyə bilmərəm, çünki 12-ci evinizdə baş verəcək olan dolunay martın sonu aprelin ilk yarısında və ya ilk həftəsində daha melankolik, duyğusal, emosional olmağınızla bağlı mövzuların gündəmə gəlməyinə, intriqalar, sirlər, qaranlıq məqamların gündəmə gəlməyi, yuxularınızdan xəbərlər almağınız, şuuraltınızdakı qaranlıq mövzuların ön plana çıxmağı və ya karmalar yaşamağınız ya da karmalarla sizə zərər vuran insanların karmalar yaşadığına şahid olmaqla da keçə bilər. Yəni biraz melankolik, biraz duyğusal, biraz qarışıqdır, amma bu çox davam eləməyəcək, narahat olmayın. Amma aprelin 9-undan sonra hər şey daha yüksəyə doğru gedir və həyat enerjiniz yüksəlir. Lakin aprelin 9-undan sonra keçirdəcəyiniz mənəvi, ruhani dönəm sizi biraz bəlkə xəstələndirə bilər. Biraz qızdırma ya da mədə bağırsaqla bağlı biraz belə həzin problemləri və s. ola bilər. Narahat olmayın. Yəni aprel və mayın yarısına qədər ola biləcək bir şeydir. Sağlamlıqla bağlı biraz mübarizələr. Yəni qızdırma, virus və s. amma yəni siz öz sağlamlığınıza diqqət edin və narahat olmayın. Martınsa əsaslı digər gündəm isə əsasən də 17-si olacaq yeni ay ilə bir yerdə iş həyatımızdır. İş həyatı
həyatı, günlük rutinlər, diyet, qidalanma və ya ev heyvanı kimi mövzular gündəmə gələ bilər və aprel ayında, aprelin ortaları və ya ümumiyyətlə aprel ayında bu mövzularla bağlı bir başlanğıclar yaşana bilər. İş həyatı gündəmə gələ bilər. Problemli iş həyatınız varsa tamamlanma, bitiş və ya yeni başlanğıclar ola bilər. Amma iş həyatında biraz gərginliklər özünü göstərə bilər. Aprelin 20-sindən sonra əsaslı fokusunuz yenə ciddi münasibətlərdir. Ümumiyyətlə aprel ayında fokusunuz ciddi münasibətlərdir müəyyən qədər. İş həyatınız və ciddi münasibətləriniz və eşq həyatınız ən əsas gündəminizdir aprel ayında. Aprelin 24-ü Venera 8-ci evinizə keçir. Eşq, sevgi ilə bağlı enerjiləri uclarda yaşayacağınız bir əqrəb kimi eşq yaşaya biləcəyiniz potensialların qapısını açır. Amma həm də biraz gərginlik, qısqanclıq enerjisini ortaya gətirir. Aprelin 24-dən sonra borc, kredit, ortaq işlərdən gələn qazanc və ya həyat yoldaşının maddi durumu ilə bağlı mövzularla yana olduqca şanslı və dəstəkləyici enerjilərdə olacağınızı demək mümkündür. Sırf öz bürcü əqrəb olanlar, gəlin görək sizi apreldə nələr gözləyir. Sırf öz bürcü əqrəb olanlar aprel ayında ehtiyac duyduğunuz, içinizdə bir ehtiyac, sevgi duyduğunuz bir fiqur, əsasən bu bir kişi, ata, müdür və ya güclü saydığınız bir kişi fiquru ilə bağlı gözünüzün açılacağı və açıq danışsam biraz xəyal qırıqlığı yaşaya biləcəyiniz bir dönəmdir. Belə ki, əziz əqrəblər, aprel ayında gözünüz açılır və illüziyalardan çıxırsınız. Diqqətli olun, siz əqrəb bürcləri hisslərinizi çox uclarda yaşayırsınız, sevgini də, nifrəti də və çox elə-belə bir qarışqanı da fil eləyə bilirsiniz. Ona görə həyatınızda olan insan ya da həyatınıza daxil etmək istədiyiniz insanın qarışqan olduğu, yoxsa film olduğuna daha hissiz bir şəkildə baxmalısınız. Çünki sizin emosiyalarınız çox şiddətlidir və ən xırda şeyə belə çox böyük, çox önəmli bir insanmış kimi görə bilərsiniz. Önəmsiz biri, yəni sizin həyatınızda önəmsiz olan birini. Mənə elə gəlir ki, aprel ayında sizin bu hisslərinizi, emosiyalarınızı, tutkularınızı uclarda yaşayacağınız və buna görə bir damcı xəyal qırıqlığı yaşaya biləcəyiniz bir aydır. İndidən gözünüz açıq olsa və nə bilim bir salam verənin həyatınızda eşq olmadığını anlasaz və şəxsi sərhədlərinizi qoruya bilsəz, hər şey daha yaxşı olar. Əziz əqrəblər, arzulayıram ki, aprel ayı ən yüksək xeyrinizə xidmət eləyər. Videomu bəyənməyi, bəyəndinizsə, komment yazmağı və ya digər əqrəblərlə bölüşməyi unutmayın. Hisslərinizi kontroldə tutun, sevgi və işıqla qalın. Əziz ox atanlar, vaxt üstəndə yüksələn bürcü ox atan olanlar, gəlin görək aprel ayında sizi nələr gözləyir. Əziz ox atan bürcüləri, aprel ayının əsaslı gündəmi iş həyatından yana şanslardır. Belə ki, aprel ayı sizin üçün çox sevgi dolu, çox eşq dolu və iş həyatından yana böyük şansların sizdən yana ola biləcəyi olduqca önəmli, güclü və dəstəkləyici bir dönəmli deyə bilərik. Belə ki, əziz ox atanlar, aprel ayının ilk 10 günü, 15 günündə dostluqlarınıza və hədəflərinizə, arzularınıza yönələ bilərsiniz. Martın sonu, aprelin əvvəlləri belə ki, həyatınızda sizə uyğun olmayan və ya problematik olan bir dostunuz varsa, bu dostunuz həyatınızdan çıxa bilər və ya xəyallarınız, ümidləriniz, arzularınız və ya dostluqlarınızla bağlı bir tamamlanmanı təcrübə edə bilərsiniz. Lakin ümumiyyətlə aprel ayının ilk 24-ünə qədər iş həyatından yana şanslar da özünü göstərə bilər və ev heyvanları, iş həyatı, günlük rutinlər və ya diyet, qidalama kimi mövzulardan yana daha şanslı olduğunuz bir dönəmdir. Sadəcə biraz böyrəklərinizi yormayın və duzu balansda tutun. Aprel ayının 9-undan sonra Marsın 5-ci evinizə keçməyi əsaslı məqamınızın, fokusunuzun sevgi, eşqə yönəlməyinə və eşq həyatınızın canlanmağına, həm biraz mübarizələrin, flörtlər, eşq və ya uşaqlarla mübarizələrinizin də arta biləcəyinə və ya genel olaraq içinizdəki istəyin, arzunun canlana biləcəyini göstərir. Aprelin 9-undan sonra seksual həyatınız ekstra canlana bilər. Bundan əlavə olaraq, əgər evlisinizsə və uşaqlarınız varsa, uşaqlarınızdan biraz gərginliklər də yaşaya bilərsiniz, biraz sizi yora bilərlər. Aprel ayının 15-dən sonrası Merkuri 5-ci evinizdə, aprelin 17-si də 5-ci evinizdə bir yeni aydır. Bu deməkdir ki, eşq, sevgi, uşaqlar, hobilər kimi, şans kimi mövzulardan yana yeni başlanğıclar ola bilər və ya bu mövzular aprel ayında bol-bol gündəminiz ola bilər. Aprelin 20-si Günəşdə 6-cı evinizə keçir. Yeni iş həyatı gündəmdir. Aprelin 24-ü Veneranın 7-ci evinizə keçməyi ilə bir yerdə ciddi münasibətlər, ortaqlıq işlər və ya evlilik kimi mövzulardan yana şanslı bir dönəmə girirsiniz. Aprelin 24-ündən sonra may ayının müəyyən bir hissəsinə qədər şans sizdən yanadır. Veneranın 7-ci evinizə keçməyi bəzilərinin həyatına yeni münasibət gətirəcək, bəzilərinin evliliyinə işıq gətirəcək, bəzilərinin sevgi, eşq həyatını və ya ortaqlıq iş kimi mövzularını gündəmə gətirə bilər və bu mövzulardan yana şanslı enerjilər özünü göstərə bilər. Əziz ox atan bürcləri, sırf öz bürcü ox atan olanlar, gəlin görək siz aprel ayında nələr gözləyir. Sırf öz bürcü ox atan olanlar, bir qadın, bu qadın şir qoç ox atan bürcü ya da sözünü deyən özgüvənli, cəsarətli bir qadından bağlı bir xəyal qırıqlığı və ya qəlb qırıqlığı yaşaya bilərsiniz. Həyatınızda biraz problematik bir qadın fiquru ilə qarşılaşacaqsınız. Bu elə həyatınızda indidən olan ya da aprel ayında həyatınıza girəcək bir qadın ola bilər. Bu qadın şir
erqo çox atan bürcü ola bilər, amma bu bürclərdən biri olmasa belə, ya cəsarətli, özgüvənli sözünü deyən bir qadın olacaq, ya lider, müdir, idarə edici pozisiyada bir qadın olacaq, ya da sadəcə güclü bir qadın fiquru olacaq və bu qadınla münasibətinizin çox düzgün olmadığını başa düşəcəksiniz. Ya bu qadının sizə qarşı pis niyyətli olduğunu, ya problemli bir münasibətin olduğunu, ya da altdan nəsə bir şeylərin olduğunu anlaya bilər və bu mövzularda müəyyən qədər savaşlar və mübarizələr verə bilərsiniz. Ona görə gözünüz açıq olsun. Xüsusən belə bir qadın varsa, bir damcı ehtiyatlı olsanız fayda var. Əziz ox atanlar, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər ox atanlarından bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz oğlaqlar və xüsusən yüksələn bürcü oğlaq olanlar, gəlin görək aprel ayında sizi nələr gözləyir. Əziz oğlaq bürcüləri, aprel ayında Venera genel olaraq sizin 5-ci evinizdədir. Bu deməkdir ki, aprelin ilk 24 günü subay olan oğlaqlar üçün ciddi münasibət, ciddi olmaya da bilər, amma münasibət, eşq, flört kimi mövzular gündəmə gəlir. Ondan əlavə olaraq oğlaqların bir çoxu hobiləri ilə maraqlana bilərlər. Evli olan oğlaqların eşq həyatları, yəni də indi yoldaşları ilə münasibətləri canlana bilər, hobiləri canlana bilər, hobilərə maraq sala bilərlər. Ümumiyyətlə əyləncəli bir dönəm keçirdirsiniz. Əsasən də aprelin ilk 24 günündə sevgidən, eşqdən, şansdan, hobilərdən və uşaqlardan yana çox şanslı və dəstəkləyici bir dönəmdə. Hətta bəlkə də bəzi uşaq istəyən, xüsusən də yüksələn oğlaqlarda hamiləlik kimi mövzular belə gündəmə gələ bilər, ya da uşağın doğulması və s. Yəni ki, aprel ayı sevgi dolu, eşq dolu, maraqlı, əyləncəli bir aydır sizin üçün. Aprel ayının ilk günlərinə baxdığımız zaman isə aprelin təxminən martın sonu, aprelin əvvəllərində həyatınızda karyera çox gündəmdədir. Karyera həyatınız gündəmə gəlir, karyera ilə bağlı tamamlanmalar yaşana bilər. Əgər nəsə uğursuz, problemli ya da negativ bir şey varsa, onlarla bağlı tamamlanmalar, düzəlmələr və ya şəfalanmalar ola bilər. Karyera həyatınız əsaslı olaraq aprel ayının əsaslı gündəmidir. Yəni ilk zamanlarının xüsusən gündəmidir. Amma daha çox gündəmdə olacaq şey ailə, yuva və ev mövzularıdır. Belə ki, ailənizlə, yuvanızla, evlə bağlı mövzularla həm müəyyən qədər mübarizələr verə bilərsiniz. Xüsusən də aprelin 9-undan sonra enerjinizi, fokusunuzu ev, yuva, ailə kimi mövzulara verə bilərsiniz. Amma bununla yanaşı sadəcə bunlar da deyil gündəm. Bununla yanaşı siz həm də evdəkilərdən müəyyən qədər davadalaşlar və gərginliklər də yaşaya bilərsiniz. Aprelin 17-si və o civarlar, yəni aprelin ortalarısa həyatınızda ev, ailə, yuva kimi mövzularla bağlı yeni başlanğıca səbəb verə bilər. Bu bəzilərinizdə köçmək, yer dəyişmək ya da evlə bağlı nələrsə dəyişmək ya da ailə, ev, yuva mövzularının ciddi bir şəkildə gündəmə gəlməyi mənasına gələ bilər. Əziz oğlaqlar, aprelin 20-sindən sonra yenə eşq həyatınız bol-bol gündəmdədir. Aprelin 24-dən sonrası iş həyatından bağlı uğurlu və şanslı enerjilər özünü göstərə bilər. Ev heyvanları, günlük rutinlər, sağlamlıq, qidalanma və ya iş həyatı kimi mövzularla bağlı mövzularda olduqca şanslısınız, uğurlusuz və gözəl enerjilər özünü göstərə bilər. Əziz oğlaq bürcüləri, sırf öz bürcü oğlaq olanlar, sizə də demək istədiyim bəzi sözlərim var. Belə ki, əziz oğlaqlar, həyatınızda aprel ayı biraz əvvəllərində bəlkə yavaşlama, geriləmə, dayanma, durma kimi mövzuların gündəmə gələcəyi, amma ondan sonra şansın və uğurun sizdən yana olacağı və bəlkə də böyük bir xəyalınız, arzunuzla bağlı gözəl bir qapının və ya şansın sizdən yana açıla biləcəyi bir dönəm olacaq. Belə ki, bəzi fürsətlərlə qarşılaşa bilərsiniz. Gözləmədiyiniz şanslar və ya gözlədiyiniz şanslar sizə tapa bilər. Bəziləriniz eşq həyatından, sevgi həyatından yana çox şanslı olacaq və gözəl enerjilər özünü göstərəcək. Sadəcə bəzən zaman dayanma, geriləmə, yavaşlama ola bilər. Amma böyük fürsətlər, böyük şanslar, şanslı enerji, bəlkə bərəkət və eyni şəkildə də sevgi, eşq ya da istədiyiniz bir şeyin gerçəkləşməsi ya da arzunuzla bağlı bir şeyin olmağı ya da ailə, yuva, emosional mövzuların gündəmə gəlməyi ilə bağlı gözəl enerjilər özünü göstərə bilər. Uzun sözün qısası gözəl enerjilər var. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləyər aprel ayı. Möhtəşəm olsun aprel ayı. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və ya digər oğlaqlarla bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz dolçalar və xüsusən yüksələn bürcü dolça olanlar, gəlin görək aprel ayında sizi nələr gözləyir. Əziz dolça bürcüləri, aprel ayının ilk 24 günü Venera sizin 4-cü evinizdədir. Ev, ailə, yuva mövzularından yana olduqca şanslı olduğunuz, gözəl dəstəkləyici enerjilərin sizdən bir yerdə olacağı bir dönəmdə olacaqsınız. Belə ki, əziz dolça bürcüləri, aprel ayının ilk 24 günündə evdən, ailədən, yuvadan şanslarını özünü göstərə biləcək kimi evi dizayn eləmək, gözəlləşdirmək ya da ev, ailə, yuva kimi mövzularda huzuru və xoşbəxtliyi dadma, təcrübə eləmək ehtimalınız da var, yüksəkdir. Aprel ayının ikisinə baxanda 9-cu evinizdə bir dolunay olur. Bu deməkdir ki, martın sonları və aprelin əvvəllərində 9-cu ev mövzularınız gündəmdədir. Bu, xaricə gedə bilərsiniz deməkdir. Təhsillə bağlı nələrsə tamamlana bilər və ya xariclə bağlı nələrsə tamamlana bilər və ya gündəmə gələ bilər.
Əgər bunlar olmasa din, mənəviyyat, inanc, enerji, fəlsəfə kimi mövzular gündəmə gələ bilər. Din, təhsil, səyahət, fəlsəfə kimi mövzular gündəmdədir, bir ya da bir neçəsi və bu mövzularla bağlı tamamlanmalar özünü göstərə bilər. Əziz Dolça bürcləri, aprelin 9-da Mars 3-cü evinizə keçir. Maddi olaraq verdiyiniz mübarizəli və çətin dönəm ya da pula çox enerjini yönləndirmək azalır, sakitləşirsiniz. Sadəcə biraz qohum-əqrəbə, qonşular və ya qardaş-bacı kimi insanlarla bağlı biraz mübarizələr, biraz gərginliklər ola bilər. Yaxın yol səyahətləri və ya maşın yolu səyahətlərində biraz ehtiyatlı olmağınızda fayda var. Ümumiyyətlə səyahətlərdən yana biraz diqqətli olun. Qəzalara bir damcı yatqın bir dönəmdəsiz. Aprelin 9-dan sonra, amma demirəm bir şey olar, sadəcə biraz ehtiyatlı olsanız yaxşı olar. Aprelin 15-də də Merkur 3-cü evə keçir. Yəni ölkə daxili səyahətlərə, həm ölkə xarici, həm ölkə daxili səyahətlərə olduqca yatqın olduğunuz, önəmli və güclü bir dönəmdə olduğunuzu demək mümkündür və özünüzü çox inkişaf etdirə biləcəyiniz bir dönəmdir. Aprelin 17-si də 3-cü evinizdə baş verəcək olan yeni ay, aprel ayının ortalarında yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı, yeni bilik, yeni bir şeylərdə özünü inkişaf etdirmək kimi mövzularda yeni başlanğıcların qapısını açır. Aprelin 24-də Venera 5-ci evinizə keçir. Aprelin 24-dən sonra və mayın ortalarına qədər təxminən sevgi, eşq gündəmdədir və eşqdən, sevgidən yana gözəl enerjilər özünü göstərə bilər. Bəziləriniz üçün uşaq, bəziləriniz üçün eşq, sevgi, flört, bəziləri də cinsəllik, bəzilərində isə yeni hobilər və şanslar özünü göstərə bilər. Əziz Dolçalar, aprel ayı maraqlı bir aydır sizin üçün və özünüzü inkişaf etdirə biləcəyiniz bir aydır. Həqiqətən də çox özünü inkişaf etdirmək və gəzmək, səyahət etməyə çox meyilli bir aydır. Sırf öz bürcü Dolça olanlar, sizə də demək istədiyim bəzi cümlələrim var. Sırf öz bürcü Dolça olanlar aprel ayında ilahi ədalətin enerjisi çox kəskin işləyəcək. Həyatınızda iki dənə önəmli qadın fiquru gündəmə gələcək. Biri daha materialist, birisi daha kəskin dilli və beyni kəskin işləyəndir. Və kim ki sizə ədalətsizlik eləyibsə və ya karmavızı götürübsə, aprel ayında sərt cavablarla qarşılaşıla bilər. Maddi mövzular və zehni mövzularla bağlı verdiyiniz zəhmətin, vəziyyətin qarşılığını ala biləcəyiniz bir dönəmdir. Amma siz əgər bu iki qadından birini ya da ikisini də incitmisinizsə, siz də karma yaşaya bilərsiniz. Amma sizi incitiblərsə, ehtimal ki, onlar karma yaşayacaq. Belə ki, həyatınızda ilahi ədalətin enerjisi çox güclü işləyəcək və çəkdiyiniz zəhmətin qarşılığını alma ehtimalınız və ya almağa çox yaxın olma ehtimalınız olduqca yüksəkdir. Əziz Dolçalar, videomu bəyənirsə bəyənmək, komment yazmağı və digər Dolça bürcülərinə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz balıq bürcüləri və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək sizi aprel ayında nələr gözləyir. Əziz balıq bürcüləri, aprel ayına baxdığımız zaman Venera genel olaraq 3-cü evinizdədir. Aprelin ilk 24 günündə yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi mövzulardan yana olduqca şanslı bir dönəmdə. Siz əsasən də yaxın çevrənizdə olan qadınlardan yana dəstək almağa daha meyilli olduğunuz bir dönəm olacaq. Belə ki, aprel ayının ilk 24 günündə özünüzü inkişaf etdirmək, yeni biliklər öyrənmək və bununla yanaşı həm də yaxın yol səyahətləri, ölkə daxili səyahətlər eləmək üçün də olduqca şanslı və ya belə mövzuların gündəmə gələ biləcəyi bir dönəmdir. Aprel ayına baxdığımız zaman aprelin əvvəlləri, ilk həftəsində, ilk həftələrində 8-ci evinizdə baş verəcək olan dolunay çox aktivdir. Martın sonu və aprelin əvvəlləri sizin həyatınızla əlaqədar biraz xaotik və gərgin, transformativ bir dönəm ola bilər. Cinsəllik, seksuallıq, ortalıq işdən gələn qazançlar, həyat yoldaşının maddi durumu, borc, kredit kimi mövzular gündəmə gələ bilər. Bu mövzulardan biri ya da bir neçəsi gündəmə gələ bilər və bu mövzularla bağlı tamamlanmalar ola bilər. Bundan əlavə olaraq ruhani, mənəvi, spiritual enerjinizin aprel ayında çox yüksək olduğunu, xüsusən də ilk 2 həftəsində dəhşət yüksək olduğunu, ilk bir həftəsində daha da dəhşət yüksək olduğunu deyə bilərəm. Bu da deməkdir ki, dualar, rituallar, enerji çalışmalarına meyilli bir dönəmdəsiz. İntuisiyanız güclüdür, yuxulardan xəbərlər almağa daha meyillisiniz. Aprel ayının 9-da Mars 2-ci evinizə keçir. Belə ki, Mars 1-ci evinizdən çıxır. Bu deməkdir, mübarizəli dönəminiz azalır. Bir dönemdə verdiyiniz mübarizə azalır. Amma 2-ci evinizdə Mars keçəcək deyə bir damcı aprel ayının 9-undan sonra maddi mövzularda mübarizə verə bilərsiniz. Bu, belə ki, ya biraz pulla bağlı olacaq, ya da daha çox pul qazanmaqla bağlı ola bilər. Maddi ya da mənəvi dəyərlərinizdən bağlı. Yəni, ya özünüzə verdiyiniz dəyər, ya da maddi dəyərlər, pulla bağlı mövzularla biraz mübarizələr verə bilərsiniz. Aprel ayında pul çox gündəmdir. 15-i və 17-si də Merkur 2-ci evinizə keçir, 17-si 2-ci evinizdə yeni ay olur. Bu deməkdir, aprelin ortalarında pulla bağlı, maddiyyatla bağlı yeni başlanğıclara başlamaq, ya da gözlədiyiniz pulların gəlməyi, ya da sərt karmalı enerjilər varsa, bəlkə pul çıxmağı da ola bilər, amma daha çox pulun gəlməyi daha yüksək bir ehtimaldır. Aprel ayının ortaları genel olaraq və aprel ayı genel olaraq maddi mövzulara dəhşətli dərəcədə fokusludur sizin enerjinizdə və bununla yanaşı aprelin
aprelin 20-si günəşin 3-cü evinizə keçməyi ilə bir yerdə, yaxın çevrənizdə bu dəfə aprelin 20-sindən sonra kişilərdən yana daha çox dəstək görə bilərsiniz ya da ən azından gündəmə gələ bilərlər. Aprelin 24-dən sonra Venera 4-cü evinizə keçir. Bu da deməkdir ki, ailə, ev, yuva mövzularından yəni bağlı şanslı bir dönəmə keçirsiniz. Ailə içi huzur, rahatçılıq aprelin 24-dən sonra daha çox gözləniləndir. Bununla yanaşı aprelin 24-ü Veneranın 4-cü evə keçməyi evi dizayn etmək, gözəlləşdirmək ya da evlə bağlı mövzularında gündəmə gəlməyi mənasına gələ bilər. Sırf öz bürcü balıq olanlar, sizə də demək istədiyim bəzi cümlələrim var. Öz bürcü balıq olanlar çox güclü və əhəmiyyətli bir ay olacaq sizin üçün aprel ayı. Sizin üçün çox güclü və ya həyatınızda önəmli mövzular gündəmə gələ bilər. Birdən çox şeyə eyni anda fokuslana bilərsiniz. Çox güclü ortaqlıq işlər və ya ciddi münasibətlər gündəmə gələ bilər. Həyatınızda irəliləmə, uğurlar qazanma, yüksəlmə və ya gücünüzü, enerjinizi ortaya qoyma ola bilər. Hədəflərinizə doğru böyük bir güclə və enerji ilə irəliləyə bilərsiniz. Yaxın yol səyahətləri və ya maşın yol səyahətlərinə də meyillisiniz. Birdən çox mövzuya eyni anda fokuslana bilər və ilahi dəngəni qoruya bilərsiniz. Sizin üçün çox əhəmiyyətli bir aydır. Əziz balıqlar, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər balıq bürclərinə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz bütün bürclər, aprel ayı möhtəşəm olsun. Sevgi və işıqla qalın.